Hər kəs salam dostlar. Bu günləri Kripto Kaspiyan kanalının yeni videosunu çəkəcəyik. Bugünkü mövzumuz Binance birjasında P2P əməliyyatlarında necə satıcı qismində ola bilərik, o haqqda olacaq. Bu haqqda video çəkməyi planlaşdırırdım. Biraz daha tez çəkməyimdə səbəb də oldu ki, bir izləyicimiz də rəy bölməsində bu haqqda video çəkməyimizi istəmişdi. Mən də sizin üçün Binance birjasına daxil olaraq dəstək bölməsindən P2P bölməsində necə satıcı qismində ola bilərik, o haqqda ətraflı məlumat aldım. Vaxt itirmədən keçək videoya. Dostlar, mən dəstək bölməsinə yazdım ki, mənə P2P əməliyyatlarında satıcı qismində olmaq üçün A-dan Z-yə nə etməm lazımdır, onları yaz. Onların da mənə göndərdiklərini mən sizə bir-bir ətraflı şəkildə izah edəcəm. Dostlar, yazıb ki, hesabınızın ən az 30 gündür qayıtlı olması gərəkməkdədir. Bu da o deməkdir ki, dostlar, siz Binance birjasında məsəl üçün bu gün və yaxud da sabah bir həftə ərzində qeydiyyatdan keçib satıcı olmaq istəyirsə, bu mümkün olmayacaq. Yəni ən azından bir aylıq hesabın, bir ay əvvəl qeydiyyatdan keçmiş olmanız lazımdır. Yəni köhnə hesab olmalıdır, belə deyək. Sonra KYC doğrulamasını tamamlamanız və telefon nömrəsi SMS ilə doğrulamanız gərəkməkdədir. KYC doğrulaması da dostlar kimlik doğrulamasıdır. Bu haqqda da videomuz var səhifəmizdə, izləyə bilərsiniz. Kimlik doğrulaması olmasa ümumiyyətlə Binance-da, yəni hər hansı bir alış-satış əməliyyatı etmək olmur. Bu gərəksinimi də biz onsuz da avtomatik olaraq Binance birjasında qeydiyyatdan keçiriksə tamamlamış oluruq və həmçinin də bizdən ora telefon nömrəmizi və həmin telefon nömrəmizi doğrulatmanızı istəyir. Sonra ən az 20 ədəd P2P işləmi tamamlamış olmanız gərəkməkdədir. Dostlar, burada da onu demək istəyir ki, yəni P2P əməliyyatlarında yəqin ki, siz də yəni USDT almaq və yaxud da satmaq istəyəndə P2P-dən istifadə edirsiniz. P2P əməliyyatlarında ən az 20 dəfə USDT alıb və satmanız lazımdır, yəni. Bu tarixçənizə qeyd olunur və bunu burada qeyd edilir. 20 dəfə alış-satış etməlisiniz, yəni USDT alıb və satmalısınız ki, bu 20 ədəd olan bölməni də doldurasınız. Növbəti dostlar, son 30 gün içində işləmlərinizin ən azı 80% başarı ilə tamamlanmış olmalıdır. Dostlar, burada da onu demək istəyir ki, USDT alıb satarkən P2P əməliyyatlarında, yəni ləğv etmək və yaxud da ləğv olunmuş əməliyyatları saymır. Yəni belə deyək də, yəni uğurlu bir şəkildə USDT-ni alıb və satırsınızsa 30 gün içərisində, yəni bu olmalıdır. Bu gərəksinimi də tamamlamış olacaqsınız. Sonuncu istəkləri odur ki, bizdən ən azı 10 farklı kişilə işləm yapmanız olmanız gərəkməkdədir. Bu da o deməkdir ki, dostlar, yenə də P2P-də orada bildiyiniz kimi satıcılar var da, yəni ki, misal gətirirəm, Əhməddir, Elşəndir, Ruslandır, Fariz, misal üçün. Yəni fərqli-fərqli satıcılardır. Bu fərqli-fərqli satıcılardan, yəni 10 nəfərlə siz alış-satış etməniz lazımdır ki, siz satıcı qismində orada P2P əməliyyatlarına satış edə biləsiniz. Bunların da belə deyək, hamısını yuvarlaq bir şəkildə götürsək ki, bunları bizdən niyə istəyir Binance birjası? Yəni belə deyək, daha bilgili, daha məlumatlı olmağımızı istəyir ki, çünki P2P əməliyyatlarında çox fırıldaq mövzusu ola bilər. Diqqətli olmaq lazımdır alış-satış edərkən. Bu haqqda videomuz var. P2P yəqin ki, sağa sola, yuxarılara bir yerə qoyaram. P2P əməliyyatlarında alış-satış edərkən nələrə diqqət etməliyik o haqqda. Yəni çox fırıldaq mövzuları ola bilər. Yəni sizə saxta çek göndərə, başqa çek göndərə bilərlər. USDT siz həmin şəxsə göndərərkən və siz əməliyyatı təsdiqləyib USDT-dən onu köçürə bilərsiniz. Yəni bu kimi vəziyyətlərdə daha bilgili olmamızı istəyir ki, Binance birjası. Biz ondan sonra satıcı qismində P2P əməliyyatlarında iştirak edə bilərik. Dostlar, yəqin ki, ətraflı şəkildə sizə izah edə bildim. Başqa kriptovalyuta və onlayn qazanc metodlar haqqında video çəkməyimi istəyirsinizsə, şərh bölməsinə yaza bilərsiniz. Videomuzu bəyənib, öz fikirlərinizi yazıb və həmçinin kanalımız yeni olduğu üçün abunə olmağı, dəstək olmağı unutmayın. Sağ olun, salamat qalın.